Hər vaxtınız xeyir olsun 105 FM dinləyiciləri. Hər kəsi məsələ bugün də salamlamağa çox qürurluyam. Çünki sabah bizim ad günümüzdür. Azərbaycan Radiosunun məhz 93 illiyi qeyd olunacaq sabah. Rəsmin bugünkü bələdçisi mikrofon qarşısında psixoloqunuz Cavid Əhədovdur. Və bugün mövzumuz müzakirə olunacaq. Mövzumuza dair qonağımız Arta studiyadadır. Ergün Rəşdərzadə, oftalmoloq cərrahımız. Ergün bəy, xoş gəlib, səfa gətirmişsiniz. Necəsiz, keyfiniz, əhvalınız? Təşəkkürlər. Burada əhval, ruhiyyə həmişəki kimi ən yüksək səviyyədədir. Və mən fürsətdən istifadə edərək istəyirəm bütün Azərbaycan Radiosunun işçilərini təbrik edim. Doğrudan da çox böyük bir yaşda, çox böyük bir ömürdür. Biz təşəkkür edirik ki, dəyərli vaxtınızı ayırıb məsələ bizim 105 FM dinləyicilərimizə ayırırsınız vaxtınızı, məsləhətlər verir və maarifləndirirsiniz. Elə istəyirəm birbaşa mövzumuza keçək. Göz damarlarının patologiyası. Ümumiyyətlə, göz damarı deyəndə bəzi insanlar gözdə damar varmı? Birinci bu sualı verirlər. Çünki bilirik ki, bir maye yığıntısı, yəni boşluqdan ibarətdir. Damar, göz damarları və patologiyası. İstəyirəm mövzu haqqında danışaq. Əslində mövzu özü yetəri qədər geniş və maraqlıdır və göz damarları haqqında danışdıqda biz bilməliyik ki, göz alması demək olar ki, bir də 1/3 hissəsi damardan ibarətdir. Çünki damarlı qışa gözün əsas qışalarından biridir və onun tam qidalanmasını təmin edən qışadır. Və bu təkcə bir gözə daxil olan ana damar, arteriya oftalmika yox, ondan başqa xırda damarlar vasitəsilə də təmin olunur və bu damarlı qışanın patologiyaları çox vaxtı gözdə görmə etməsinə gətirib çıxardır. Çünki belə deyək də, qida olmayan yerdə fəaliyyət də ola bilməz. Ona görə sinir toxumasının fəaliyyətini saxlayan məhz damarlı qışadır. Və bu damarların ümumiyyətlə patologiyaları bölünməlidir. Sözsüz burada da bölgü olmalıdır. Nəyə görə? Biz burada ana damarlardan danışa bilərik, yəni böyük kalibrli damarlardan, yəni onların patologiyalarından və kiçik kalibrli damarlar, hansı ki, göz almasının xoroideyası deyilən bir qışası var, damarlı qışası və o damarlı qışanın patologiyalarla əlaqəli olur. Əgər biz belə bölgü aparsaq, ilk öncə böyük kalibrli damarlardan danışaq, çünki bu dəqiqə üçün ən geniş yayılmış xəstəliklərdən biri bildiyiniz kimi şəkərli diabet. Bəli. Və şəkərli diabetin patofiziologiyası, yəni mexanizmi sırf damarlardan ibarət, yəni damarlara verdiyi patologiyalardan. Bu damarlarda hansı dəyişikliklər baş verir? İlk öncə şəkərli diabet xəstələrində damar divarının keçiriciliyi və qalınlığı pozulur. Damar daha rahat sınır, daha rahat cırılır. Damar öz normal bərkliyini itirir. Buna görə məsələn şəkərli diabet xəstələri bir şey müşahidə edə bilərlər. Onlara adətən damar daxili inyeksiyalar etmək istəyənlər çox çətinlik çəkirlər tibb bacıları. Görürsünüz ki, damara düşə bilmirlər və ya düşdülər, dərhal həmən yerdə qançır əmələ gəlir. Damar dərhal partlayır. Bu damarların tez qırılması məhz o damar divarının nazikləşməsindən irəli gəlir. İkinci məqam hansı ki, şəkərli diabetlərdə müşahidə olunur, bu anevrizmaların əmələ gəlməsi. Yəni, damar divarında qabarıqlıqlar əmələ gəlir, bir cür yırtıqlar kimi və həmin nahiyədə, həmin qabarıqlıqda yenə də qan damar divarının keçiriciliyi qat-qat artıq olur. Ona görə şəkərli diabet xəstələrində biz müşahidə edirik iki dənə əsas məqamı. Birincisi qansızmaları, yəni normal damar divarının bərkliyi pozulub deyə qan təzyiqi qalxan kimi belə xəstədə başlayır demək, qansızmalar baş verməyə. Ona görə elə xəstələrin göz dibinə baxanda biz tez-tez müxtəlif növ qansızmalar görürük. Bu, o yerləşməsinə görə sadalanır. Sadəcə o klassifikasiya getmək istəmirəm. Yəni, o daha da geniş bir mövzuya çevriləcək o zaman. Və ikinci məqam hansı ki baş verir, bu damar divarının keçiriciliyinin pozulması. Nə vaxt ki, qan sızmır ətrafa, amma qanın tərkibində olan maye hissəsi sızır. Və bu da toxumalarda ödemə gətirib çıxardır. Bunu da xəstələr gəndə müşahidə edə bilərlər. Məsələn, görürsünüz ki, şəkər xəstələrində ayaqlarında şişmələr olur. Başlayır ayaqları şişməyə, oturaq vəziyyətdə olanda və ya ayaq üstə çox gəzəndə. Eyni şey torlu qışada da baş verir. Yəni, torlu qışada belə xəstələrdə əsas məqamlar nədir? Görmə başlayır getdikcə bulanmağa, bu torlu qışanın ödemi deməkdir.
və ya gözün qabağında başlayır qaraltılar əmələ gəlməyə. Bu torlu quşaya və ya torlu quşanın önünə baş vermiş qansızmalarda olur. Şəkərli diabetdən başqa ikinci tez-tez rast gəlinən damar patologiyası, yəni böyük kalibrli damarların patologiyası bu trombozlar və emboliyalardır. Yəni ki, nə vaxt sizin laxtalanmanız həddindən artıq yüksəkdir və ya qan təzyiqiniz çox tez-tez qalxır, yüksək olur və yaş artdıqca sizdə damarlarda başlayır laxtalar əmələ gəlməyə. Həmin laxtalar böyük kalibrli damarlardan keçirlər, amma göz almasının böyük kalibrli damarları yetəri qədər incə damarlar və nazik damar olduğuna görə həmin tromblar oradan keçə bilmir. Yəni qan axını həmin trombu gətirir və damardan keçiricilik pozub deyə, yəni normal keçə bilmir həmin tromb. Tıxayır onun ağzına və qansızma baş verir bütün ətraf toxumalara. Bunu mən həmişə xəstələrə başa salım. Deyirəm, fikirləşin ki, bir qatardır və qatarın qarşısında hansısa bir əngəl var. Həmin qatar gəlib o əngələ çırpılan kimi arxasında olan bütün vaqonlar hamısı tökülür yolun qıraqlarına. Və eyni şey də burada başlayır. Qansızma bütün torlu qışaya, o damarın gedişatı ilə başlayır sızmağa. Və trombozlar da yetəri qədər ciddi patologiyadır. Burada da ayırmaq lazımdır. Mərkəzi damarın trombozu nə vaxt ki, ana damar tıxanır və ya tək bir şaxənin trombozu. Tək bir şaxənin trombozlarında belə deyək, qansızma olsa da, patologiya olsa da adətən proqnoz daha yaxşıdır. Nə vaxt ki, ana damar tıxanır və ana damar venalardan söhbət edir, biz hal-hazırda venalardan söhbət edirik və daha ciddi patologiya bu arteriyaların emboliyası, arteriyaların tıxanmasıdır. Nə vaxt ki, damar tıxanır, qan gətirən damar tıxanır və elə xəstələrdə görmə bir anda, bir saniyədə itir və əfsuslar olsun ki, çox vaxtı bunu geri qaytarmaq mümkün olmur. Yəni, düzdür, nadir hallarda elə tez-tez rast gəlinən deyil, arteriyaların trombozu və emboliyaları, daha çox biz venaların trombozu ilə üzləşirik. Amma yenə də bu proqnoz nöqteyi nəzərdən əlbəttə ki, arteriya, yəni qanı gətirən damarların tıxanması daha ağır proqnozdur, nəinki qanı aparan damarların tıxanmalarında. Bəli, hörmətli 105 FM dinləyiciləri, biz yenə davam edirik ki, studiyada göz damarlarının patologiyalarından danışırıq və bu yöndə bizə məsləhətləri ilə yanımızda olan oftalmoloq cərrah Ergün Rəşdəzadə də studiyadadır. Ergün bəy, istəyirəm elə qaldığınız yerdən vaxt məhdudiyyətimiz var deyə mən sizə nə suallar verib yönləndirmirəm, səhv belə deyək də, fərqli yönlərə aparmıram və efirə də zəng qoşmuruq. İstəyirəm öz mövzunuzu davam etdirəsiniz. Buyurun. Ümumiyyətlə, demək biz böyük kalibrli damarlardan danışırdıq və böyük kalibrli damarların bir növlərindən biri, yəni patologiyaların bir növlərindən biri bu solitar anevrizmalardır. Nə vaxt ki, belə deyək, hansısa müəyyən bir damarın divarında genişlənmələr baş verir. Bu böyük həcmli anevrizmalardır. Nadir hallarda rast gəlinir. Eyni zamanda bura vaskulitləri də əlavə etmək istəyirəm. Yəni vaskulitlər damar divarının iltihabi prosesləridir, xroniki iltihabi xəstəlikləridir və ya kəskin şəkildə baş verə bilər hər hansı bir virus və ya infeksiyon xəstəliklər nəticəsində. Ümumiyyətlə, belə vəziyyətlərdə əlbəttə ki, xəstələr yenə də görmə itiliyinin kəskin pozulmasından şikayətlənirlər və müraciət etdikdə biz əgər vaskulit əlamətləri görürsə, burada daha geniş anamnez toparlanmalıdır və analizlərə göndərilir xəstələr ki, həmin müayinələr zamanı biz xəstəliyin səbəbkarını aşkarmağa müvəffəq oluruq və ondan sonra əlbəttə ki, xəstəliyin nədən əmələ gəldiyini bildikdə o xəstəliyi müalicə etmək daha rahatdır, nəinki sırf əlaməti müalicə etmək. Çünki hər bir iltihab prosesi iltihab əleyhinə dərmanlarla da kontrol etmək olur, amma kökün müalicə edəndə xəstəliyin daha effektiv müalicə alınır. Çünki bu uzun müddətli remissiyalar əldə etməyə imkan olur, yəni xəstəliyin yatmasına. Və bundan başqa həm də neovaskularizatsiyalara da mən toxunmaq istəyirəm, hansı ki, şəkərli diabetə də aiddir. Həmçinin bu tez vaxtından öncə doğulmuş körpələrə də aid olan aropi xəstəliyi, yəni yeni doğulmuşların retinopatiyası, vaxtından əvvəl doğulmuşların retinopatiyası, ümumiyyətlə bu da çox ciddi xəstəlikdir və bunun diaqnostikasında böyük rol var ki, neonatoloqlar bu rolu oynayır və onlar
rutin göz tibi müayinəsini ən azı bacarmalıdırlar və doğum evlərində belə xəstələr hansılar ki, körpələr də vaxtından öncə doğulmuş, onlar da müayinə keçirilməlidir. Əgər bunu etməyə orada hər hansı bir imkan yoxdursa, belə uşaqlar üçün yəni oftalmoloq müayinəsi də təyin oluna bilər və mütəxəssis ayrı klinikalardan da çağırıla bilər ki, həmin müayinə olunsun. Çünki bu çox vacib məqamdır. Vaxtından əvvəl doğulmuşlarda torlu qışada gedən retinopatiya. Bu müayinə necə aparılır? Əslində, yəni körpələrdə biraz göz tibi müayinəsini etmək çətindir. Çünki istərseniz onu deyə bilməzsiniz ki, gözünü aç və s. Amma bəli, bunun çox xüsusi cihazlar var, indirekt oftalmoskoplar var, yəni xüsusi vasitələr də bu müayinə aparıla bilir, problem deyil. Eyni zamanda böyük damarlarda gedən proseslərə gələn də qayıdaq. Bura yüksək qan təzyiqi olan xəstələr, bu zlokачественная bəli, belə deyilir, amma əslində yəni burada bəd xəstəliyi heç bir şey yoxdur. Sadəcə xəstəlik çox aqressiv axanda, yüksək qan təzyiqi hipertoniklərdə. Belə xəstələrdə də retinopatiya baş verə bilir və burada angiopatiyadır, yəni damarın əziyyət çəkməsi ümumiyyətlə. Patiya sözü əziyyət çəkmək deməkdir. Yəni həm torlu qışa, həm damarlar əziyyət çəkir və burada da damar keçiriciliyin pozulması, yerli toxumanın infarktları, yəni qidalanma pozulması nəticəsində, damarların tıxanması nəticəsində qidalanma pozulur və toxuma ölür. Yəni deyirlər ki, infarkt torlu qışada ola bilər. Bəli, ola bilər. İnfarkt ümumiyyətlə hər bir toxumada ola bilər və bu yerli qidalanmanın pozulması nəticəsində baş verən prosesdir. Böyük kalibrli damarlarla məncə əsas rast gəldiyimiz xəstəliklər bunlar olacaq və ikinci məqam artıq kiçik kalibrli damarlar və xoreoideya qatı. Xoreoideya qatı ümumiyyətlə çox maraqlı bir qatdır. Çünki o bizim torlu qışamızı qidalandırır, amma torlu qışanın içərisinə müdaxilə etmir. Yəni bu iki qışa bir-biri ilə ayrılıbdır. Yəni retina, sinir layı və damar layı. Və arasında nazik bir membran var ki, hansı onların ikisinin qarışmağına imkan vermir. Amma həmin damarlı qışa mütəmadi olaraq yuxarıdakı sinir toxumasını qidalandırmaqdadır. Və bəzi hallarda həmin membran pozuntuları baş verir və həmin membranlar pozulma baş verəndə altdakı damarlı qışa başlayır üst sinir toxumasının içinə müdaxilə etməyə. Yəni başlayır bitməyə sinir toxumasının içinə və bu neovaskulyar membran adlandırılan bir vəziyyətdir. Bunun üçün biz dediyimiz anti-VEGF iynələr vurulur. Hansı ki, uzanıq, oturaq vəziyyətdə dediyimiz iynə. Bəli, həmin bu iynələrin vurulması belə xəstələrdə zamanında, vaxtında düzgün aparılsa, çox yaxşı müalicə effekti verir. Ən çox da tez-tez rast gəlinən, yəni bu patologiya baş verir kimlərdə? Yüksək miopiyası olan insanlarda, yəni mənfi 10-dan yuxarı, mənfi 8-dən yuxarı olan, zəifliyi olan insanlarda yaşın hər bir həddində baş verə bilər, amma əsasən bu 20 yaşından yuxarı xəstələrdə müşahidə olunur. Eyni zamanda bu makulodistrofiyalar deyilən və ya quru makulodistrofiyası olan xəstələrdə müşahidə oluna bilər. Bu xəstələrdə də eyni müalicə aparılır, yəni effekt eynidir. Və posttravmatik, yəni zədə alan xəstələrdə müşahidə oluna bilər, hansılar ki, gözdə həmin o qışalarda belə deyək də tamlıq pozulur və pozulduqdan sonra belə neovaskulyar membranlar formalaşa bilir. Bir şey də deyim, bəzən biz bunu həm də müşahidə edirik kimlərdə, bu lazer prosedurları ilə məşğul olan həkimlərdə bir neçə dəfə bizdə belə bir vəziyyətlər olub, yəni kliniki vəziyyətlər olub ki, nə vaxt həkim müraciət edib, lazer prosedurları ilə məşğul olan, bu lazer epilyasiyalarla məşğul olan insanlarda da müşahidə olunur. Lazer peelinglərdə, lazer şüası, yəni müəyyən o təhlükəsizlik qaydalarına riayət olunmaması nəticəsində lazer şüası ya prosedur keçirilən insanın gözünə dəyir və ya ən çox vaxt həkimin öz gözünə dəyir və həmin o lazer şüası gözün torlu qışasının müəyyən bir həcmini, müəyyən bir hissəsini zədələyir və həmin nahiyədə əgər yəni şanslı olmasa bu mərkəzi nahiyə düşsə, biz belə xəstələrdə, belə insanlarda neovaskulyar membranın formalaşmalı. Çünki həmin o dediyimiz qoruyucu, ayırıcı təbəqə orada dağılır və bu proses baş verir.
Aydındır. Və bu kimi problemlərlə, patologiyalarla üzləşən bütün dinləyicilərimizə məsləhətim budur ki, 070 702 12 12 070 702 12 12 nömrəsi ilə əlaqə saxlayıb Ergün Rəşdərzadə ilə mütləq şəkildə qeydiyyata düşün, növbə alın və müayinədən keçin ki, Ergün bəy sizin gözlərinizi həm özü yoxlayaraq, görərək sizə tövsiyələr verə bilsin. Təşəkkür edirəm, çox dəyərli vaxtınızı bizə ayırırsınız və gəlib 105 FM dinləyicilərini məlumatlandırırsınız. Teşekkürler. Çox sağ olun.